Bu il seçiləcək papa qiyaməti gətirəcək. Sirli sənəddə papalar haqqında yazılanlar dəhşət doğurdu. Dünyanın sonunu gətirəcək deyilən axırıncı 112-ci Roma papası kim olacaq və nəyə əsasən seçiləcək? 88 yaşlı pontifikin ölümündən sonra dünyanı hazırda növbəti papanın kim olacağı və yeni namizədin necə seçiləcəyi maraqlandırır. Namizədlər İtaliya, Filippin, Niderland, Kongo Demokratik Respublikası, Macarıstan, Amerika Birləşmiş Ştatları, Maltadan olan kardinallardır. Yeni papanın seçimi Katolik kilsəsinin ən yüksək rütbəli nümayəndələri Kardinallar Kolleci tərəfindən həyata keçirilir. Dünyanın müxtəlif yerlərindən Roma Katolik kilsəsinin yüksək vəzifəli din xadimləri kardinallar Vatikana çağırılacaq. Səsvermədə yalnız 80 yaşdan kiçik olan namizədlər iştirak edə bilirlər. Gizli və qapalı prosesdə kardinallar istədikləri namizədə səs verir. Gündə 4 dəfə, 2 dəfə səhər, 2 dəfə axşam keçirilən səsvermə qalib müəyyən edilənə qədər davam edir. Keçmişdə səsvermə hətta həftələrlə, aylarla da uzana bilirdi. Yeni papa seçilə bilməsi üçün ən azı səslərin 2/3-nə sahib olmalıdır. Seçkinin necə getdiyinə dair yeganə nişan gündə 2 dəfə kardinalların səsvermə vərəqələrinin yandırılmasından qalxan tüstüdür. Qara tüstü uğursuzluğu, ağ tüstü isə yeni papanın seçildiyini bildirir. Ağ tüstü qalxdıqdan sonra yeni papa adətən 1 saat ərzində Müqəddəs Pyotr meydanına baxan eyvanda görünür və özünə yeni ad seçərək xalqın qarşısına çıxır. Yeni seçiləcək papanın sonuncu papa olacağı barədə deyilənlərsə tükürpərdicidir. Belə ki, 12-ci əsrin İrland yepiskopu Müqəddəs Malakiyə aid edilən sirli qədim kitabda sonuncu 112-ci pontifikin dünyanın sonunu gətirəcəyi barədə xəbərdarlıq edilir. Sənəddə 2-ci Selestindən başlayaraq hər bir papanın dövrünü əhatə etdiyi düşünülən Latınca 112 aforizm yer alır. Axırıncı bənddə 2027-ci il dünyanın sonu kimi qeyd olunub və belə yazılıb: 7 təpə şəhəri məhv ediləcək və dəhşətli hakim insanları mühakimə eləyəcək. Son. Roma şəhəri qədim dövrlərdə 7 təpənin üzərində salınıb. İddia olunur ki, Vatikan 7 təpənin üstündəki Babildir və bu şəhər cəzalanaraq dünyanın sonunu gətirəcək. Maraqlısı budur ki, İstanbul, Moskva, hətta Vaşinqtonun da 7 təpə üzərində qurulduğu deyilir. Beləliklə, 7 təpə sirri, qiyamət və son məhkəmə düyünü yeni papanın hakimiyyəti dövründə açılacaq. Necə deyərlər, yaşayarıq, görərik.